أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنما يعمر مساجد الله من آمن بالله واليوم الآخر وأقام الصلاة وآتى الزكاة ولم يخشى إلا الله فعسى فأولئك أن يكونوا من المهتدين صدق الله العلي العظيم. Aziz mümin kardeşler, sizlerin her birinizi Allah'ın evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Ve Allah Teala'dan acizane arzum budur ki Perverdigar-ı Alem cümə günündə o insanlar ki hansı intizarla gəlirlər sənin qapıva, cəmləşirlər işlərindən, vaxt tapırlar, Allah evinə gəlirlər, ilahi sənin buyurduğu daha üstün sayırlar və sənin evivə daha da rövnəq vermək üçün, işıqlandırmaq üçün sənin beytində qərar tuturlar ki, ibadət və itaətdən namaz qılsınlar, sənin buyurduğun kəlamları eşitsinlər. Ya Rabbim Allah, hər kəsin ki bu gözəl, mübarək cümə günündə nə şər'i bir niyyəti, nə hacəti, istəyi varsa, onların rəva olunmasında, həyata keçməsində hər birinə kömək ol ki. Perverdigar-ı Alem iltimas edənlər var, müşkülü olanlar var. İlahi bir nənə gəlmişdir, onun Rəhman adında nəvəsi içkin düşüb bir neçə gündür. İstəyir burada əyləşənlərdən dua etsinlər, məxsusi dua etsinlər, onun tapılmasında, sağlam olmasında. Ya Rabbim Allah, hər kəsin ki bir intizarı var, bir istəyi var, bir arzusu var, bir niskili var, bir müşkülü var. Onların rəva olmasında və onların tezliklə sevinməsində bu cümə günündə əllərimizi qaldırmışız sənin huzuruna və sənin dərgahına amin deyərək, ilahi həmən o ailələri sən özün sevin. Bazı insanlar ki bu səfərdədirlər, Ərbəin səfərindədirlər, onların işində bir müşküllük var. İlahi o insanlar ki intizardadılar, o insanlar ki o yolu getmək istəyirlər, İlahi o insanlar ki qovuşmaq istəyirlər sənin Həbibivə, onun ailəsinə, onun Əhl-i Beytinə, orada nəfəs almaq istəyirlər. Ya Rabbim Allah, heç yoxdan onların işlərini rəvan olmasında və onların işinin asan olmasında və onlara o gözəlliyi qismət qərar ver ki. İlahi Perverdigar-ı Alem, gələn günlərimiz nə qədərdirsə biz bilmirik. Amma o gələn günlərdə daha sənə tərəf meylənməkdə və sənin yolunda sabit qədəm olmaqda, ibadət və itaətin daha mükəmməl olmasında, imanımızın daha da gözəl olmasında və qiyamət günü xəcalətli olmamağımızda hər birimizə kömək ol ki. Bütün duaların qəbulu üçün Muhammed və Ali Muhammed salavat zikr eləyək. Bugünkü mövzumuz inşallah Allah'ın izniyle məscidin hükmü ve məscidin cəmiyyətdə rolu. Əziz müminlər, sizə qurban, hər biriniz bir yerdən, bir ailədən gəlmişsiniz, işdən çıxıb bura gəlmişsiniz, işinizin atıb gəlmişsiniz. Allah evində siz Allah kəlamlarını eşidəsiniz. Məscidin öz hükmü var. İnsan Allah evinə girəndə bəzən də sual da verirlər ki, bəs niyə çox insanlar və yaxud da ki, çox da belə imkanı olan bir insanlar, vəzifəsi olan bir insanlar çox vaxtı məsciddən qaçırlar. Onlar sığışdırmırlar ki, məscidə girsinlər. Çünki məscid səcdəgahdır, sizə qurban olun. Məscid səcdəgahdır. Qulun Rəbbi qarşısında səcdə etməsi üçün, səcdəyə getməsi üçün, Rəbbinin qarşısında Allah istədiyi bir təqdirdə, Allah istədiyi bir şəkildə qalmasının təzahürüdür. Ona görə insanlar, o çox insanlar məscidə girmək istəmirlər. Səbəbi o mənin sınmasıdır. İnsanda, hər bir insanda mən var.
O mən sınmalıdır ki, insan Allah evinə girə bilsin. Əgər o mən sınmasa, mümkün deyil ki, insan Allah evinə girə bilsin. Çünkü çok da asan da değil bu. Her bir insanda o menemli deyilen bir şey var. O men deyilen bir güç var. Ki şeytan her zaman ona, nefsi her zaman onu o tarafa yöneldir. Bunun sebebi, lanetullah, şeytan ne buyurdu? Allah dergahından kovulandan sonra dedi, İlahi Perverdigâr-ı alem, sen ki məni dergahından kovdun, mən o insanlar ki ona sebep oldum, oradan senin huzurundan, o məqamdan qovuldum, mən oturaram o Allah evlərinin qabağında. Çünkü Allah evləri haradır? Düzə aparan yoldur elə. Hakka aparan yoldur, düzdür. Allah kelamları burada danışılır. Haktan danışılır, insanlıktan danışılır, mərifətdən danışılır, insanın mənəviyyatından danışılır, insanın cəmiyyətin birbirine mehribançılığından danışılır. Ümumiyyətlə, məscid deyilən, səcdəgah deyilən bir yer, bütün müsəlmanların bir yerde toplaşması, birbirinin halıyla xəbərdar olmasının təzahürü demektir. Adeten Allah Teala ilk Kəbə evini tikdirib ve emr verib ki, o evin etrafında toplaşsınlar ve o məhəbbəti insanların qəlbinə salıb. İndi Allah evine giren bir insan Allah'ın hak bilmeli ve Allah için ne buyurursa Allah Teala onu, namazını, ibadetini, itaatini ve o mənin sındırmalıdır. Çünkü Allah evinde Allah'tan başka gayri bir şey danışılmır. Çünkü insanların içtimaiyetin toplaştığı bir yerde o huzurun, mənəviyyatın, əxlaqın o üst seviyesi ki var, Allah Teala yarattığı bəndəsində onu görmək istəyir. Her zaman da Kur'an ve Peygamber aleyhissalatu vesselamın buyurduqlarına, imamlarımızın buyurduqlarına esasen insan mərifət tapmalıdır. Neyin yoluyla? Allah yoluyla. Hansı yoldur? O yol, o Allah yolu, Kur'an gönderip bize o yoldur. Peygamberlerin koyduğu yoldur. Ve sonuncu peygamber Muhammed el-Mustafa. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bize örnek ve nümune gönderdiği o yoldur ki, onun vasıtasıyla Peygamber aleyhissalatu ve selamdan sonraki ehli beyt alel husus biz insanlara emanet olundu. Hazreti Peygamber ne buyurdu? Dedi, ey Müslümanlar, ey namaz kılanlar, aleykümselam, ey ibadette olanlar, ey hak yolunda adımlayanlar, ey Kabe evine gidenler, ey gece namazı kılanlar, bilin ve haberdar olun, üzerinize hak koyuram mən iki bir şeyi. Mən size dünyanın ahırına kadar ve siz yaşayanlar ömrümüzün ahırına kadar hak koyuram, iki emanet koyuram. Amanın günüdür o emanetlere, benim size bəxş ettiğim emanetlere, tapşırdığım emanetlere xəyanət etmeyin. Neydidir ya Peygamber? Nedir o sen bizden o emanetleri koyursan bizim için? Biz ona xəyanət etmeye dedi iki şeydir. Bir Allah, Kitab-Allah ve itreti ve ahlel beyti. Benim size getirdiğim 23 yıl ərzində bu Allah kelamı, Kur'an-ı Kerim ve itreti, benim itretim, ehli beytim. Bu iki şeyden bunu birbirinden ayırmayın. Ve ben size bunu emanet koyuram. Emanete İslam'da xəyanət yoktur. Eğer xəyanət etsen İslam'da değilsen ki sen zahirin İslam'dır, əslin ise münafıklarla, fasid insanlarla beraber olursan, amanın günüdür. Ve bu şeyi de sizin için koyuram ha. Siz insanlar için zalalete düşmeyəsiniz, məhv olmayasınız, başkaları sizin için hakim olmasınlar, sizi ezmesinler, sizi parçalamasınlar, siz bir olun. Harda dedi bunu? Allah evinde. Allah evinde dedi bunu. Ömrünün son anlarında dedi. Mekke'ni fethedenden sonra dedi. O Mekke'ni ki Allah Teala emretti kime? İbrahim'le İsmail'e. Oğlu İsmail'e. Ama birinci İbrahim'e emretti ki bəs benim evimi tik. Bazen de insanlara ele gelir ki Allah Teala hak olan
Peyğəmbəri İbrahim əleyhissalama deyəndə ki, mənim evimi tik, bu o mənadadır ki, Rahim, Seyyid, sən get Allah evini tik. Yox, bu o mənada deyil. Allah Teala İbrahim əleyhissalamı birinci imtihan etdi. Nemrudla imtihan etdi. Bütün o çətinliklərdə olandan sonra, hətta o səviyyəyə gəlib çıxdı ki, Nemrud İbrahimdən canını qutarsın deyibən, insanlar onun əleyhinə qalxmasınlar deyibən, mancanaq hazırladı və o mancanağın vasitəsi ilə İbrahimi ota attı. O qədərində də imtihan idi, İbrahim əleyhissalamın imtihanı idi. O zaman ki, İbrahim əleyhissalam Allahın yolunda sabit qədəm olduğu mancanaqda belə, o da atılanda belə Allahın zikr etdi, təvəkkülün ona etdi, təslimiyyətin Allahına bildirdi, Allah Teala əmr etdi. O da ki, ey od, Kur'an'dır. Bu Kur'an-ı Kerim'in ayəsidir. Dedi, ey od, nə ol? Sərin ol. Və mənim sənə göndərim əzizim var orada, İbrahimim var orada. O bir ümmət kimi gələcək qiyamət günündə. Bir nəfər bir ümmət kimi gələcək. Onu deyir, sağlam saxla. Ey sərin olmuş hava deyir, mənim İbrahimimə, əzizimə ziyan vermə ha soyuqluğundan. Hara atırdılar? Tarix yazır ki, Nemrud lənətullah elə bir od yarattı ki, ona bir çox məsafədən yaxınlaşmaq olmadı. Onun hərarəti o qədər insana vururdu. İmtihandan sonra çıxmış İbrahim əleyhissalama Allah Teala buyurdu ki, mənim evimi tik. O zaman İbrahim əleyhissalam Allah'ın evini imtihandan çıxandan sonra biz hər bir müsəlmanın, müminin bir imtihanı var, bizim de imtihanımız var. Ola bilər sənə nahaq kimsə sataşar, sənə böhtan deyər, səni yalancı çıxarda bilər, səni digərin yanında alçalda bilər, sənin qəlbivə dəyə bilər, sənin haqqında suizən edə bilər. Necə ki imtihan var hər zaman, amma Allah Teala'ya təslimiyyətimizi biz bildirsək, ilahi pərverdigarı aləm, mənim təvəkkülüm sənsən. İlahi sən bilirsən, hər şey sənə agahdır. Səndən bir şey gizlətmək mümkün deyil. Ya Rəbbim Allah, hər şeyin də sahibi sənsən. Sənin təqdirin nədirsə qoy o olsun. İnsan bu cür olarsa və sağlam ruhiyyədə imanın saxlaya bilərsə, sağlam ruhiyyədə insan saxlaya bilmir. Çünki bu dünya nə edir? İnsanı aldadır. Xüsusilə də bu son 10-15 ildə, 20 ildə dünya elə bir hala düşüb ki, o qədər özünü zinətləndirib ki, dünya insanlarının qabağında hətta imanı zəif olan insanlar da o dünyanın bərbəzəyinə bürünüb, aldanılıb, hər şeyini, olan qalanını da ona nə edirlər? Fəda edirlər. Bu dünyada gedir. Allah Teala kıyamet gününde o insanlar ki günahkardırlar, onlardan sorgu ve sual etmeyecek. Onları birbaşa cehenneme aparacak. Ama sorgu sual o insanlarda olacak ki o insanlar Müslümandılar, Allah evinde olublar, secde kılıblar, namaz kılıblar, ibadet ediblər, oruç tutublar. Onların elbette hesabı ve kitabı olacak. Vay o gündən ki biz Müslümanlar elimizde olanı, bu dünya o kadar ki o çirkablıkları bizim için bəziyib ve her bir şeyi bizim gözümüzde canlandırır. Gece ve gündüz şeytana taraf, nefsimize taraf kul olmak için her şeyi güzelleştiren bu dünya çok insanları öz ağuşuna alıp aldadıb aparıb, çok namaz kılanları binamaz edib, çok ibadet edenlerin ibadetin zayi edib gedib. Ama o insanlar ki həqiqətən də Allah üçün çalışıblarsa, Allah'ın buyurdularına əməl ediblərsə və dünyanın bu keşməkeşliyində, bu belə deyə bəzənmiş dünyanın öz şeytan libasında ama mələk sifətində görsənən dünyanın öz ağuşuna almayan ve onu hiç saymayan insanlar ki var, az bir kısmidir. O insanları Allah Teala cennetiyle müjdelendirir. Allah'ın ve İzzeti Celalı əzəməti xatirinə bizi de o az olan kısımda, ki onlar az olan bir kısım olacak, onlar Allah'ın rızasını kazanan insanlardır. Allah'ın yanında onların değer ve kıymeti var ve Allah Teala onların
değerine göre, kıymetine göre onlara güzel cennetinde yer verecektir. Onların imtihandan üzü ak çıktıklarına göre her birimizi o cür insanlardan karar versin. Bekara suresinin 124. ayeti Allah Teala buyurur: ve izibtela İbrahim'e rabbuhu bi kelimatin fe'atemmehunne. Deyir, ya peygamber, bizim peygambere buyurur, Kur'an-ı Kerim'de yadına sal, o zaman ki Rabbi İbrahim'i bazı işlerle imtihana çekti. İmtihana çektiği zaman da İbrahim Allah'ın emirlerine tamamıyla yerine getirdi. Fe'atemmehunne. Yani imtihandan düz çıktı. Danıştık ha sizlerle. Deyir, imtihandan düz çıktı. Qâle inni câiluke linnâsi imâmen. O zaman imtihandan çıkandan sonra dedi ki, Rabbi dedi hakikaten mən səni deyir, insanlara imam ve rehber təyin edirəm İbrahim. Qâle ve min zurriyyeti. İbrahim aleyhisselam birbaşa orada dedi ki, ilahi perverdigar-ı alem, bu məqamı ki mənə verdin imtihanımdan sonra, ve min zurriyyeti, mənim bəs zurriyyəmdən, mənim ailəmdən, mənim yaxınlarımdan, mənim yanımda olanlardan bəs necə olar? Onda Allah Müteala bu cür buyurdu. La yenalu ahdiz zalimin. Mənim əhd peymanım sənin nəslindən olan zalimlara nəsib olmaz. Hatta İbrahim aleyhisselamın nəslində əgər zalim olarsa, Allah'a asi olan olarsa, Allah Müteala Kur'an'da buyurur ki, baxmayaraq sənin nəslindən ola belə, əgər zalimdirsə olmaz, düşməz ona. 125'te ve iz cealnel beyte mesabeten linnâsidir. Ya peygamber, biz yadına sal o zaman ki biz bu əzəmətli Kəbə evini insanların dönüş yeri ve emin-amanlıq məkanı ettik. Kəbə evini dönüş yeridir. Ve iz cealnel beytel mesabete linnâsi ve emnen. Biz insanlar için Kəbə evini dönüş yeri karar verdik. Kəbə evi bütlərdən paşlanandan sonra Allah Taala'nın əmri ilə təkrarən İbrahim və İsmail əleyhissalamın tikməsi ilə, yeniden bərpası ilə insanların nəyi deyir? Dönüş yeridir. İnsan Kəbə evinə gedib dönməlidir. Ne için gedirəm Kəbə evinə? O yer ki səcdəgahdır. O yer ki Allah orada anılır. O yer ki Allah evidir. O yerde ki mən bütün bu dünya paltarlarından çıxartmışam, kəfənə bürünmüşəm. Mənası budur ki, ilahi, mən hazıram sənin huzurunda. Mən varam, əgər indi də canımı alsan, mən bir kəfənlənəm. Heç bir şeyim yoxdur mən. Yəni 30 ildir, 50 ildir, 70 ildir, hər nə qədər ki yaşamışam, indi ki gəlmişəm sənin beytivə, səcdəgahıva, ya Rəbbim Allah, ilk tikdiyin ev və məscidə, ilahi, mən gəlmişəm ki, mənim günahlarımı bağışla. Mən onun üçün gəlmişəm. İlahi, 30 ildir, 40 ildir günah edirdim. 50 ildir günah edirdim. O günah libasını indi mən soyunmuşam. Mən bir qüsulda almışam. İndi sənin əmrinlə o kəfənə ağa bürünmüşəm, gəlmişəm sənin huzuruna. İnsan bunu dərk etsə, Allah'ın o əzəmətini anlasa ve harda olduğunu bilsə, Allah deyəndə nə yada düşməlidir ve öz etdiklərini həyatda anlasa ki, o zaman o insan günah etmez. O insan ki Kəbə evindən qayıdandan sonra yenə günah edirsə və yenə də yalan danışırsa, yenə suizən edirsə, yenə kimlərinsə ruzisinə bais olursa, yenəsə kiminsə namusuna toxunursa, o insan Allah'ın əzəmətini dərk etməyib. Və yaxud da belə deyək, o əzəməti yüngül sayıb. Hələ özündə biraz güc hiss eləyir. Hələ də nəfsi ona qalib gəlir. Hələ də onun şeytanı olan, belə şeytanın hakimiyyətinə olan qulluğu, yəni ona əsir olmağın göstəricisidir. İnsan o zaman ayılar ki, Pərverdigar-ı aləm, mənim səndən başqa bir kəsim yox imiş. Her şey varmış bu dünyada, faniymiş. Mən istesem de istemesem de bu dünyada qalasıymış. İlahi, mən illər boyu Allah evine gittim.
İlahi mən Allahın evində əyləşdim ya Rəbbim Allah. Yer üzündə tikilən o səcdəgahda mən də əyləşdim ya Rəbbim. İlahi ictimaiyyətdə mən də oldum. Onun mənə faydası olması üçün, mənim əxlaqımın düzəlməsi üçün, mənim mənəviyyatımın saflaşması üçün, mənim insan olaraq pak olmağım üçün və sənin huzurunda qiyamət günü dayananda xəcalət çəkməmək üçün gəlmişəm sənin huzuruna ki, bu cür olam ya Rəbbim Allah. Amma mən bu qədər yolları gəldim, mən o imanımda zəif oldum. İnsan bu qədər bir işləri eləyəndən sonra imanı zəif ola, necə olar? Niyə foto verirsən öz əməllərini? Bu dünyaya görə, məgər bu dünyanı görmürük, məgər bizdən öndə olanları görmədik, məgər imtihan olmadı bizim üçün, nəticə çıxartmadıq ki, bu dünyada nələr baş verir, məgər bu dünyanın qütübləşməsini görmədiyimi, parçalanmasını görmədiyimi, kim daha güclüdür, o daha doğrudur sözünü eşitmədiyimi, hər zülmə etməyə o qadirdir, deyir ki, mən doğruyam, mən haqqam. Bu əcdahaları, dünya əcdahalarının Nəmrudları görmədiyimi, Fironları görmədiyimi və davam etmirmi? Bundan nəticə çıxartmaq üçün biz müsəlman olaraq Allah evinə gələndən sonra özümüzü və ailəmizi, xüsusən də gənclərimizi, gəncliyimizi qorumaq üçün bizim öhdəmizə düşən bu səcdəgahda, Allah evində o mənəvi abu havanı, çünki məscid insan mənəviyyatının paşlaşması üçün Allah Teala bir yer qərar verib. Çünki biz insanlar istəyirik ki, cənnətə girək, o cənnət bu məscidlərdən keçir. Bizə təklif olunan bu dünyadan keçir. Gərək biz bu dünyanı keçək, amma bu məscid də buradandır. Həzrəti Əmir əl-Mömininə sual verirlər ki, əgər Allah Teala sənə, ya Əmir əl-Möminin, Allah Teala əgər sənə cənnəti versə və yaxud da məsciddə olmağı versə, nəyi götürəcəksən? Dedi, məsciddə olmağı. Dedi, necə ya Əmir əl-Möminin? Cənnət hara, məsciddə olmaq hara? Dedi, birinci odur ki, o cənnəti ki, hamımız arzu edirik, o cənnətin yolu məsciddən keçir. Bu bir. Həmən cənnəti ki, biz arzuluyuruq, o cənnətin yolu məsciddən keçir. Bu bir. İkincisi, Allah istəyir ki, mən məsciddə olam, mən istəyirəm ki, cənnətdə olam. Deməli, nəticə budur ki, mən məsciddə olsam, cənnətimi qazana bilərəm. İmkan var ona, nə qədər ki, mənim nəfəsim gedib gəlir. Mən məsciddə olandan sonra, məsciddə olan abu havanı görəndən sonra, Allah kəlamlarını eşidəndən sonra, insanın qəlbində nə varsa, kiməsə qarşı bir hirs varsa, bir kin varsa, bir pislik varsa, insan Allah kəlamlarını eşidəndən sonra istər-istəməz insanın qəlbi ram olur. İnsan elədiyi o pislikdən istəmir daha bir daha o yola geçsin və yaxud da istəmir bir daha o işi görsün və yaxud da istəmir kiməsə pislik etsin və yaxud da istəmir ki o mən deyiləni sındırır özündə, eləyə bilir sındırır onu özündə, özünü lovğa aparmır, özünü təkəbbür aparmır. Çünki həyat çox təkəbbürləri, çox lovğaları, çox mənəm deyənlərin üzün sürtüb, burnun sürtüb yerə. Biz bunun şahidi olmuşuq. Amma onlar peşiman olanda o zaman gec olur. Əllərindən ömür gedir. Hər şey gedir əllərindən. Gec olur o zaman. Gec olmamaq üçün insan istiğfar etməlidir. İmkan var insanda. İstiğfar etməlidir. Məhz Allah evində, bu səcdəgahda istiğfar eləyəndən sonra Pərverdigar aləm, məni bağışla. Ya Rəbbim Allah, mən səhv etdim. İlahi, sənin yolunda olmaq üçün mənə kömək et. İlahi, səndən ayrı düşməmək üçün mənə kömək et. İlahi, nəfsimə qul olmamaq üçün mənə kömək et. İlahi, şeytan mənə hakim olmaması üçün mənə kömək et. İlahi, mən aciz qalmayayım. O səhralıqdakı isti səhralıqdır.
sahibini itirmiş deve kimi susuz çöllerde avara kalmayayım ya Rabbim Allah. Allah Teala bizim heç birimizi o cür karar vermesin. Akıbetimiz o cür olmasın. Akıbetimiz hayırlı olsun. İnsan odur ki onun akıbeti hayırlı olsun. O ki deyirlər ilahi senin, Allah Teala senin akıbeti hayırlı karar versin. Ondan güzel bir söz yoktur. Akıbetin hayırlı olması insanın öz elindedir. Her birimizin öz elindədir. Əzizlərim, sizə qurban. Hər birimizin öz elindədir ki, Allah evində əyləşib biz aqibətimizin xeyr olması. Peyğəmbər və ali Peyğəmbər salavatı gidelim. 44 günlük muharibədə 44 günlük muharibədə bizim şəhidlərimiz olub. Məhz onlar bu məscidlərdən əksəriyyəti bu məscidlərdə ibadətdə olan, itaətdə olan və məscidin divarlarında yazılmış ey insanlar وَلَا تَقُولُ لِمَنْ يُقْتَلُ ف۪ي سَبِيلِ اللّٰهِ اَنْوَاتٍ بَلْ اَحْيَاءٌ اِنْدِ رَبِّهِمْ يُرْزَقُونَ وَلَكِنْ لَا تَشْعُرُونَ. Ey insanlar, ey Müslümanlar, siz şəhid olmuşlara ölü demeyin. Onlar Rabbi yanında ruzilənirlər. Ama siz onu ne edirmişsiniz? Dərk etmirsiniz. Onlar 44 günlük muharibədə məscidin divarlarında, xətibin sözlərində, Qur'an-ı Kərimin ayələrində ki şəhid olmaq vətən üçün, namus üçün, dinim üçün lazımdırsa canımı vermek, kanımı tökmek, onlar 44 günlük muharebede Allahu Ekber diyerek muharebeye girdiler. Ve düzüldüler şehit olmak için bir ard ard ki şehit olsunlar Allah için, vətən üçün, torpaq üçün, namus üçün. Çünkü onlar bilirdiler ki Allah için şehit olmak yeri değişmektir. Ölüm değildir. Bu dünyaya göz bağlamaqdır. Əbədi dünya onlar üçündür. Ve onlar için büyük bir mükafat var. Velakin la teş'urun. Siz onu dərk etmirsiniz. Siz onu bilmirsiniz. Necə ki Hazreti Muhammed el-Mustafa Allahümme salli ala Muhammed ve ali Muhammed. Bədir müharibəsindən sonra bilirsiniz de kitablar yazır ki 14 şəhid olub orada. 14 şəhidin qabağında digər sağ qalanlar nə dedilər? Dedilər ki ey kaş bu müharibədə ki biz nicat, qələbə qazandıq, bu 14 nəfər də şəhid olmayaydı. Bunlar da bizim bu qələbəmizi və sevincimizi dadardılar. Hazreti Peygamber aleyhissalatu vesselam dedi ki onlara ölü demeyin. Onlar diridiler. Siz onları görmüşsünüz. Onlara ölü demeyin. Kaş hamı ki bileydi onların məqamı, Allah Teala onlara ne bir məqam verip ve onların məqamı nedir? Kaş siz onları terk edəydiniz. Səcdəgah əzizlərim, Allah evi ve Allah evinin cəmiyyətdə, ictimaiyyətdə rolu insanların mənəviyyata aparan bir yoldur. Əxlaqın tənzimləyən bir yoldur. Cavanlarımızın əqidə baxımından, namus baxımından, mənəviyyat baxımından, insanlıq baxımından, vətənsevərlik baxımından məscidlərin rolu əvəzsizdir. Sizə qurban olun. Siz ətrafa baxırsınız, dünya yanır. Gecə və gündüz hər bir tərəfdə əxlaqsızlıqdır. Və əxlaqsızlığa gecə və gündüzdə onu reklam edirlər. Onların çoxlu pulları var. Onların məramı, İstədikləri odur ki, gənclərimizi evlərimizdən çıxartsınlar, Allaha tərəf yox, mənəviyyata tərəf yox, əxlaqa tərəf yox, namusa tərəf yox, vətənsevərliyə tərəf yox, haqqa tərəf yox. Onlar zay olsunlar, gələcəkləri puç olsun və onların üzərində hakim qalsınlar, hökmranlıq etsinlər. Bu cür istəyirlər, dünya bu cür istəyir. Xüsusən də Müslüman ölkələrində. İstəmir Müslüman savadlı olsun. İstəmir Müslüman imanlı olsun. İstəmir Müslüman imkanlı olsun. İstəmir Müslüman bu yeni texnologiyanı bilsin, qabağa geçsin. İstəmir Müslüman bir olsun. Sözümün əvvəlində dedim sizə. Nə dedi Peyğəmbər aleyhissalatü vesselam? Dedi ki əmanət qoyuram sizə. Biri nədir? Dedi Kitab-Allah. İkincisi nədir? Mənim iffətim, əhli beytim. Onları birbirindən ayırmayın. Ayırdıq.
Dedi, məndən sonra 72-73 firqəyə bölünmüşük. Hər bir firqə də, hər bir qrup da deyir ki, mənəm haqq. Hər bir qrup da deyir, mənəm haqq. İndi aqibətimiz necədir? Biz hansı günlərə gəlib çıxdıq? Niyə biz əmanət qoyulana əməl etmədik? Niyə biz haqq olan Peyğəmbərin adını hər zaman azanda deyirik, onu özümüzə Peyğəmbər bilirik, sözünə əməl etmədik? Niyə biz nümunə olaraq Kərbalaya zikrimizi və fikrimizi ora vermirik? İmam Hüseyin əleyhissalam məyər eləyə bilməzdi ki, beyət etsin zamanın zaliminə, Yezid kimi bir məluna ki, bəs beyət eləyəndən sonra nə inərdi? Onu məyər öldürərdilər? Yox. Peyğəmbər balası olduğu üçün nə edədilər ona? Ona gözəl bir məkan verədilər. Yaşa, necə istəyirsən yaşa. Balalarınla bir yerdə, övladlarınla bir yerdə. Hər bir imkan da onun üçün hazırlayardılar. Amma dedi, mislilə yubalı mislə. Mənim kimilər sənin kimilərə beyət eləməz Yezid lənətullah. İslam nə günə qalmışdı ki, bir ara, hələ bir 60 il keçməmişdi ki, Peyğəmbərdən sonra nə qədər zəiflədi ki, Yezid kimi lənətullah möminlərin əmiri özün sayır və açıq-aşkar şərabxorluq edir. Və necə oldu ki, zamanında insan sübh namazına gəlir, sübh namazını qılır, sübh namazını 2 rükət əvəzinə 4 rükət qılır. Vəlid ibn Uqbəli səhv eləmirəmsə, Vəlid ibn Uqbə 4 rükət namaz qılandan sonra, namazdan sonra ona deyirlər ki, sən sübh namazını qılırsan, valid ya, və sən 2 rükət əvəzinə 4 rükət qırdın Vəlid, o qədər sərxoşdur ki, deyir, əgər 4 rükət azdırsa, 2 rükət də əlavə edeyim. Nə günə qaldı İslam? Allah bu İslamı göndərmişdi. Bu əxlaqı göndərmişdi. Bu Qur'anı göndərmişdi. Bu cür vəli, vali təyin etməyi göndərmişdi. Ya nümunə bizim üçün İmam Hüseyindir. Onun atası Həzrəti Əmirəl-Möminindir. Hər dəfə demişəm sizə, İmam Hüseyin əleyhissalam 6 aylıq körpəsin əlində, qundaqda, dedi bunun günahı yoxdur. Bu da 3 gündür, 4 gündür susuzdur. Heç olmasa buna su verin. Nə etdilər? Hərmənə lənətullah oxla vurdu onu, qanı töküldü, qoydu həmən isti qumların üstündə, əllərin qaldırdı, ilahi pərverdigarə aləm, sən şahidsən, bu sənin üçündür, ya Rəbbim Allah, sənin yoluvun qalması üçündür, ya Rəbbim Allah, cəddin Peyğəmbərin gətirdiyi dinin saxlanması üçündür, ya Rəbbim Allah, amma bu qədər Əli Əkbərini verən, Əbəlfəz kimi qardaşını verən, qundaqda olan Əli Əsqərini verən, ləşkərə üzün tutur, insana bax, insanlığa bax, mərifətə bax, imana bax, təslimə bax, çırpdı ətəyin, dedi ki, ilahi pərverdigar aləm, boş qaldım, hər şeyimi verdim, bu can təkcə qalıb, bu da fəda sənin yolunda. Amma ondan sonra bilirsiniz nə dedi ləşkərə? Dedi, ey ləşkər, ey kafir qövmi, mən hüccətimi tamamlayıram, hələ də gec deyil ha, qayıda bilərsiniz. Hardasan sən imanda? Ya Hüseyin, sən balavı verəsən, Peyğəmbər oxşarı Əli Əkbərivi verəsən, xanım Zeynəbin 2 balasını verəsən, İmam Həsənin Qasımın verəsən, Əbəlfəz kimi onunla bərabər 4 qardaşını verəsən, qundaqda olan Əli Əsqərivi verəsən, deyəsən ki, hələ də gec deyil. Siz əgər də indi də istiğfar etsəniz, gec deyil. Hansı imandır bu? Ona görə o Kərbalaya gedən, Ərbəyinə gedən çox ehtiyatlı olmalıdır. Hər bir addımında başa düşməlidir ki, o hara gedir, kimin görüşünə gedir, nə deməlidir orada, necə deməlidir, özünü necə aparmalıdır, hansı kişinin yanına gedir bu insan, hansı nümunə olan bir kişi, bütün insanlığa, bəşərə nümunə olan, bütün insansevər insanlara, cəmiyyətə nümunə olan, eşq karivanı deyirlər, hər biri deyir, onu özünə qoşmaq üçün sən də o eşqdə yanmalısan, yanmalısan o eşqdə, mən də yanmalıyam. Əgər yoxdursa o yanğı mənim qəlbimdə, o hərarət mənim içimdə, mən sadəcə olaraq
şəkil çəkmək üçün və yaxud da gülüb demək üçün və yaxud da ki o 90 kilometri hər nə qədərsə addımlamaq üçün gedirəmsə boş şeydir. Bir faydası olmaz. Dərk eləyəsən ki sən kimin görüşünə gedirsən? Allah məhbubunun görüşünə gedirsən. O necə özünü təslim edib Allaha, sən necəsən? Getdim, gəldim, dəyişiklik oldu. 10 dəfə getdim, 100 dəfə getdim. Allah mənə qismət etdi. Dəyişiklik məndə oldu ya yox. Mən dəyişdim ya yox. Dilimdə dəyişdim, əməlimdə dəyişdim, rəftarımda dəyişdim, ailəmdə, rəftarımda dəyişdim, dostlarımla rəftarımda dəyişdim. Qəlb sındırmadım, kimisə ruzisinə bais olmadım. Allah evində Allaha layiq olan bir bəndə ola bildim. İlahi Pərverdigar aləm, səni an verəm izzəti və cəlalıva. İlahi biz sənin günahkar bəndələrinik. Mən öz payıma deyirəm, sizə qurban. Xəta edən bəndələrinik ilahi. Sənə yalvarıram ya Rəbbim Allah. Burada əyləşin hər birimizin nə səhvimiz varsa, səhvsiz insan yoxdur. Nə xətamız varsa, xətasız insan yoxdur. Nə günahımız varsa, günahsız insan yoxdur. Ya Rəbbim Allah, günahlarımızın, xətalarımızı, səhvlərimizi sən özün bağışla. İlahi bir daha günaha getməməkdə hər birimizə kömək ol. İlahi Pərverdigar aləm, amin deyən dilləri məhşərdə lal etmə. İlahi bu cəmi biri-birinə mehriban qərar ver. Ya Rəbbim Allah xəstələrimizə şifa ver ginən. İlahi iltimas eləyən qardaşlarımız var. Məxsusi dua istəyən qardaşlarımız var. Xüsusən də onlardan biri Seyiddir. Deyir ki yalvarıram orada əyləşənlərə. Öz hacətlərin istəyirlərsə, mənim də istəklərimi, şər'i niyyətlərimi, hacətlərimi qoşsunlar öz niyyətlərinə və amin desinlər ki Allah Teala bütün niyyətləri, hacətləri qəbul eyləsin. İlahi kimin ki nə müşkülü var, İlahi məhkəmə işi var, İlahi onlar da zəng ediblər, qardaşı üçün, yaxını üçün, əzizi üçün. İlahi sən onları o məhkəmədə qalib qərar ver ki. Çünki onlar günahsızlar ya Rəbbim Allah. Pərverdigar aləm, şəhidlərimiz, onlar ki vətən üçün, torpaq üçün, namus üçün sinələrin qabağa verdilər, qan töktülər, can verdilər. İlahi qiyamət günündə onu İmam Hüseyin və Kərbəla şəhidləri ilə həmnişin qərar ver ki. İlahi bizim yaralı qazilərimiz var, onlara heç yoxdan şifa ver ki. Onların ruzilərin bol qərar ver ki. İlahi bizləri bu dünyada namərdə möhtac qərar vermə ki. İlahi hər birimizi İslamda, dinində sabit qədəm olanlardan qərar ver. Bütün dualarımızın qəbulü üçün Peyğəmbər və Ali Peyğəmbər salavat zikr eləyək.